Təhlükəsizliyiniz üçün Fövqəladə Hallar Nazirliyi bir daha xatırladır. Təhsil müəssisələrində, iş yerlərində, mənzillərdə, mehmanxanalarda və digər yerlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməli, elektrik və qaz cihazları nəzarətsiz qoyulmamalıdır. İnsanların kütləvi toplaşdığı yerlərdə hər hansı şübhəli əşya gördükdə həmin əşyaya toxunmadan dərhal yaxında olan hüquq mühafizə orqanlarına, Fövqəladə Hallar Nazirliyinin 112 və ya Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməyinizi xahiş edirik. İri miqyaslı idman və mədəni kütləvi tədbirlərin keçirildiyi müxtəlif məkanlarda, insanların kütləvi toplaşdığı yerlərdə böyük izdiham yaşana bilər. Belə yerlərdə uşaqlarınızı nəzarətsiz qoymayın. İzdihamlı yerlərdə xəsarət alma riski daha yüksəkdir. Odur ki, kütlə sürətlə hərəkət etməyə başlasa, özünüzü yıxılmaqdan qoruyun. Bunun üçün insan axınının sizi aparmasına imkan verin. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin.